Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil li veliyyəkel fərəc. Məkasib kitabında qumar bəhsindən 4-cü dərsi oxuyuruq. Və bu barədə bir neçə rivayət mərhum Şeyx Murtəza Ənsari nəql elədi və bu gün də 3 rivayət bu barədə oxuyarıq. Və bəhs burada idi ki, görək qumar pulla bir əvəzlə oynanılalda haram olur, yoxsa pulsuz da oynanılsa haram olur. Mərhum Şeyx Murtəza Ənsari bu rivayətləri nəql eləyir. Rivayətlər bizə bunu getirir ki, əgər qumar alətləri ilə oynanılsa, pulsuz da olsa belə bu haramdır, icazəli deyil. Bu barədə biz neçə rivayət oxumuşduq. Eyni zamanda bugünkü dərsimizdə də neçə rivayət oxuyarıq. Nəticədə bu ələ gəlir ki, əgər qumar alətləri ilə pulsuz da oynanılsa, bu iş, bu oyun haramdır və şəriətimiz buna icazə vermir. O rivayətlərdən biri də Fuzeylin rivayətidir. Bu, İmam Baqir əleyhissalatu vəssalamdan nəql eləyir. Ona görə də mərhum şeyx buyurur, və rivayətul Fuzeyl qalə səəltu Əba Cəfər əleyhissalam ən hazihil əşya əlləti yəl'abu bihən nas. Bu ravi deyir ki, mən İmam Baqir əleyhissalamdan sual elədim. Bu əşyaların haqqında ki, insanlar onunla oynayırlar. Səaltu Əba Cəfər əleyhissalam ən hazihil əşya, bu əşyalardan ki, əlləti yəl'abu bihən nas, ki insanlar onunla oynayırlar. O nədir? Minər nərd, məsələn nərd oynayırlar, və şətrənc, ya şahmat oynayırlar. Hətta intəhaytu elə sidər, buyurur, mən bu oyunları bir-bir saydım, ta çatdım sidərə. Sidər də bir uşaq oyunudur. Yerdə xəttlər çəkirlər və uşaqlar oynayırlar. Deyir, o oyuna qədər imama saydım və sual elədim. Bunların hökmü nədir? Bunlar haramdır, yoxsa həlaldır? Qalə, İmam Baqir əleyhissalam cavabında buyurdu. İza məyyəzəllahul haqqə minəl batil mə əyyəhimə yəkun. Həzrət mənə sual elədi. Deyir, əgər Allah haqqı və batildən, ayırsa, sən dediyin bu oyunlar hansı tərəfdə olacaq? Haqq tərəfində, yoxsa batil tərəfində? Qalə, ravi burada deyir ki, məəl batil. Deyir ki, həzrətə, ki, bunlar batil tərəfdə olacaq. Mənim fikrim budur ki, onlar batil tərəfdə olacaq. Yəni, həzrət bu ravinin fikrini soruşur
Ravi də deyir ki, mənim fikrim budur ki, Allah haqqı batildən ayıranda bu oyunlar batil tərəfdə olacaq. Qalə, onda İmam Baqir əleyhissalam buyurdu, və ma ləkə vəl batil, sənin batillə nə işin var? Batildən çəkin ginən, batildən uzaq dur ginən. Deməli, bu oyunlar batil tərəfdədir. Həzrət də buyurdu, bunlardan çəkin. Da burada Həzrət demədi ki, rəhnlə, pulla olsa çəkin, pulsuz olsa çəkinmə. Həzrət bu sözü demədi. Dedi, bunlardan çəkin ginən. Deməli, pulsuz da olsa bunlar haramdır, çəkinmək lazımdır. Bu bir rivayət bugünkü dərsimizdə. Və fi muvassaqati Zurarə ən Əbi Əbdillah əleyhissalam və eyni zamanda digər bir rivayət muvassaqədir, özü də Zurarədəndir, Zurarə İbn Əyən. Zurarə də İmam Baqir və İmam Sadiqin səhabəsidir. Zurarə İmam Sadiq əleyhissalamdan nəql eləyir. Ənəhu suilə ən-şətranc və ən lu'bət-şəbib. Ənəhu ya səələ, yəni Zurarə sual elədi ən-şətranc, şətranc haqqında. Şətranc, yəni şahmat. Və ən lu'bət-şəbib və bir də şəbib oyunundan. Əlləti yuqalu laha lu'bətul əmir. O lu'bətul şəbib ki, ona lu'bətul əmir, şah oyunu da deyərlər. Və ən lu'bətul sələs və sələs oyunundan. Bunlar bir oyunun növləridir. Deyir ki, bu haqda İmam Sadiq əleyhissalamdan sual elədim. Ya sual olundu, fəqalə. İmam Sadiq əleyhissalam buyurdu. Ərəəytə izə məyyəzəllahu beynəl haqq vəl batil mə əyyihimə yəkun. Deyir, İmam Sadiq əleyhissalam buyurdu Zurarəyə. Əgər Allah haqqı batildən ayırsa, sənin nəzərində, sənin fikrində bu oyunlar hansı hissədə yerləşər? Batil hissəsində, yoxsa haqqı olan tərəfdə? Qultu, Zurarə deyir ki, mən dedim ağaya, ağa, mənim fikrim budur ki, bunlar batil tərəfdə hesablanar. Qalə, fəla xeyrə fihi. İmam Sadiq əleyhissalam buyurdu, bəli, onda bu oyunlarda heç bir xeyir yoxdur. Yəni, bunlar batildir və bunlardan çəkin ginən. Bu rivayətdə də eyni zamanda Həzrət demədi ki, burada pulla oynanılsa bu haramdır, pulsuz oynanılsa həlaldır. Bu sözü demədi. Həzrət ümumiyyətlə bunu batildən hesabladı və buyurdu, bunda xeyir yoxdur. Üçüncü rivayət. Və fi rivayəti Əbdülvahid İbn Muxtar ənil-ləb beşətranc. Əbdülvahid İbn Muxtar rivayət nəql eləyir ki, Həzrətdən şahmat oyununun haqqında ki, şahmat oyunu halaldır və yaxud haramdır. Qalə, Həzrət buyurdu, İnnəl mümin ləməşğulun ənil-ləb. Mümin, yəni Allaha iman gətirən bəndə bu şahmat oyunundan eraz eləyər, üz döndərər, heç vaxt bununla oynamaz. Yəni, Həzrət bununla bildirdi ki, əgər möminsənsə, gərək oynamayasan, yox, oynuyorsansa, onda mömin deyilsən. Bəs bundan da məlum olur ki, pulsuz da qumar aləti ilə
oynanılsa batildir və haramdır. Ona görə də bu üç rivayəti də mərhum şeyx oxuyandan sonra buyurur فَإِنَّ مُقْتَزَى إِنَاثَةُ الْحُكْمِ بِالْبَاطِلِ وَاللَّعْبِ عَدَمُ اعْتِبَارُ الرَّهْنِ فِي حُرْمَةِ اللَّعْبِ بِهَذِهِ الْأَشْيَاءِ. Buyurur, bəs bu rivayətlərin istədiyi bu oldu ki, bu rivayətlərdə imam hökmü bağladı batilə bu əşyalarla oynayanda. Yəni bu əşyalarla oynanılsa, Həzrət buyurdu ki, batildir. Bəs vaxtı ki, batil oldu, təqazası budur ki, o rivayətlərin istədiyi budur ki, ədəmu etibaru rəhn fi hurmətilləh bihazihil əşya. Bu əşyalarla oynanılanda bunların haramlığında rəhn mötəbər deyil. Yəni orada pulla oynanılmaq mötəbər deyil. Yəni pul şərt deyil. Ümumiyyətlə bunlarla oynamaq haram olar. Və la yəcri da'vel insiraf huna və qaidə insiraf da burada cari olmur. Niyə? Çünki qabaqda dedilər bəziləri, qaidə budur ki, qumar alətləri ilə oynanılanda orada rəhn şərt olur, pul şərt olur. Bəs qumar deyəndə şamil olur. Bu qaidə şamil olur haraya? O yerə ki, orada pul ola. Buyurur, o qayda da burada, qayda-i insiraf da burada şamil olmur, cari olmur. Vaxtı ki, bu da cari olmadı, bu hökmdə, bu qayda da bura gəlmədi. Deməli, nəticə etibarı ilə istəyir bu qumar alətləri ilə pulla oynanıla, istəyir pulsuz oynanıla. Hər iki tərəfdən bu oyun haramdır, bu icazəli deyil və bizim şəriətimiz bunu qadağan eləyir. Elhamdülillahi Rabbil aləmin.